Sabahınız xeyir. Gördüğünüz kimi saçlarımın rəngini dəyişmişəm. Biraz daha kumrala geçiş etmək istəyirəm. Çillərim daha çox ortaya çıxıb. Bu arada makyajım yoxdur hal-hazırda. Və mən bəyənirəm əslində bu görüntünü. Makyajla da bəyənirəm, makyajsız da bəyənirəm. Bir nəfər sabah günəş banyosunu eləyir. Çox uzun müddətdir sizlə danışmalı video çəkmədiyim farkındayam. Əslində bunun bir səbəbi var. Çünki daha professional olan dostlarım vloglarıma baxanda o şəkildə daha yaxşı, daha gözəl, xoş gəldiyini deyirdilər. Amma mənim özümün də düzdür, çox bir takipçi deyə kemiyim yoxdur, kemik kitləm yoxdur. Amma onların mənə gələn yorumları və özümün də içimdə hiss etdiyim belə özləm biraz daha danışıqlı, söhbətli, belə vloglarıma, o əvvəlki stilə geri dönməyimə səbəb oldu. Düşünürəm ki, mənim üçün də belə daha maraqlıdır və sizin üçün də belə daha maraqlıdır. Səhərim əslində biraz daha gec başlaya bildi, çünki səhər tezdən idmanım yox idi. Amma buna rəğmən mən etməli olduğum bəzi şeylər var və bunların arasında ən başda vanilyanın tualetini təmizləməliyəm. Bugün artıq 3-cü ya da 2-ci gündür təmizləməyimdən keçib. Onu təmizləməliyəm. Daha sonra vanilyanın yemək qabını və su qabını yumalıyam. Dərindən yumalıyam. Bir neçə müddətdir yumuram. Təzələyirəm də, yəni əlavə edirəm yeməklərini. Əsas ən böyük hədəfim bugün üçün budur. Daha sonra da kiçik evin işləri nədirsə yürüyüş etmək istəyirəm sizlə bərabər. Gəlin günümüzə başlayaq bərabər, görə necə keçir. Deməli, bu istifadə elədiyim hardasa bura qədər domestos əlavə edirəm. Qalan hissəsini su əlavə edirəm və beləliklə xlorlu bir qarışım, amma daha az dozda hazırlanmış bir qarışım hazırlayıram. Daha sonra lavabonun təmizlənməsi üçün həmişə istifadə edirəm. Əslində mən xüsusi sprey şüşəsi almışdım Trendyoldan. Hətta üstü qara, belə daha mətbəxin mebelinə də uyğun idi. Sadəcə onun sprey hissəsi çox tez xarab oldu. Yəni mən də ona görə də bu sprey spreyi çox güclü idi deyə təzədən bura əlavə elədim və istifadə edirəm. Bu arada bu köşəyə əslində bizim bilmədən manifestlənmişik. Buranın altında vanilyanın köşəsidir, qumunu qoymuşuq. Bu hissə, gördüyünüz hissə vanilyanın köşəsi olub altda, amma göstərəcəm sizə. Bu arada mən hamamda da bu materialdan olan dəsmallardan istifadə edirəm. Əslində bu bizdə çay dəsmalı olaraq keçir. Amma bilmirəm, ya biz mi çox əllərimizi yuyuruq, ya ümumiyyətlə alan olduğu üçün rütubətlidirmi? Dəsmallardan qoxu gəlməsi və gec quruması da qədər fərqinə varmışam ki, bu materialdan olan dəsmallar daha tez quruyur, özündə çox suyu saxlamır və daha uzun müddət istifadə eləmək olurdu. Yəni 2-3 gün istifadə eləmək olur. Yoxsa biz gərək hər gün dəsmalları dəyişərdik. O qədər düşünün, su olur və bu məni narahat eləyir. Təmiz gəlmirdi mənə. Bu arada saçımın rəngi necə olub? İndi düzdür, makyajla daha gözəl görünəcək. Onu da sizə göstərəcəm. Yaza bilərsiniz. Bəyəndinizmi? Bu bizim bücürün köşəsi olub. Lavabosu buradadır onun. Yanlış not almışdım. Əslində daha balaca olsaydı, minimalist olsaydı. Böreklərimi yedim. Çayımı qəşəng içdim. Enerjimi depoladım. Saat hal-hazırda 12-dir. Mən evlərdə yığışdırmışam. Vanilyaya qarşı olan sorumluluqlarımı da yeni yetirmişəm aştanım. Mənim aştanım. Və artıq gedirik, makyaj edirik, süslənirik, püslənirik, günün obrazını hazırlayırıq və günümüzü davam edirik. Sizinlə həm makyaj eləyək, həm də biraz söhbət eləyək. Əslində
Dediyim kimi, videoda əvvəl dediyim kimi, mən söhbətli vlogları daha çox sevirəm. Amma yəni əslində hər iki tip yorum alırdım. Yəni bəzi insanlar deyirdi ki, daha az danışacağım bir video olsun. Bəzi insanlar deyirdi ki, biz danışanda daha çox sevirik. Yatağın üstündə burada qurumuş paltarlar və yaxud da belə bir şeylər var. YouTube'da vlog paylaşmadığım müddətdə bir sıra irəliləyişlər oldu. Zaten mən sizə demişdim ki, mənim rəfiqəmlə Aliya ilə bərabər bir projemiz var. Varım Aura səhifəsi və biz burada şəxsi səhifəmizə paylaşmadığımız reklam tipli videolar ola bilər, UGC tipli videolar çəkirik və artıq bizim bir neçə dənə PR videomuz var. Yəni bizə PR ürünləri gəlib. Onlardan ilki Pilatesdə, sporda kullana biləcəyimiz saç bantları idi və əlbəttə kosmetik vasitələr gəldi. Hələ bizə Lovit markasından mənə və rəfiqəmə birlikdə, yəni Varım Aura səhifəmizə PR 2 kosmetik ürün göndəriblər. Bu günəş kremidir, amma əslində günəş serumu deyə keçir. Bəlkə ona görə də bu yapı mənim xoşuma gəlir. Digər ürünü isə saç baxım yağıdır. Onun qoxusu mükəmməldir. Sadəcə marka bizə yazdı ki, bir ay kullanın və bir aydan sonra gerçək təcrübələrinizi paylaşın. Yəni sizə necə xoşunuza gəldimi, etkisini gördünüzmü və s. Biz də Aliya ilə bölüşdürdük. 2 həftə mən günəş kremini kullanacağım, 2 həftə o saç baxım yağını, daha sonra dəyişdirəcəyik. Amma sizə deyim ki, yəni bu ürün bitdi və yaxud da hələ qərar verməmişik də, sonra bu kimdə qalacaq məndə ya da Aliyada. Kesinliklə dəfələrlə mən bundan alacağım. Günəş kremi üzrə o qədər həssasam ki, yəni ən qəşəng, bahalı markaların günəş kremləri belə məndə yağlı-yağlı hiss etdirir. Bu günəş kremi bilirsiniz necə hiss etdirir? Ki silikon bazlı makiyaj bazı uygulayarsan cildinin altına, necə üstündən makiyaj qaymaq kimi olar, yapış-yapış olmaz. Heç bir fərq hiss etmirəm də, yəni silikon bazlı primer uygulayırıq cildimizə. Onunla bunun dokusu arasında heç bir fərq hiss etmirəm. Bu vanilya bizim tripodumuzu saldırır. Başqasını deməsəm də həmişə buna qaydırdım. Daha sonra mənə rəfiqəm Fransadan gələn mi var, amma yapısal olaraq La Roche-la Derma'ya çox oxşayırdı. Zaten onlar da Fransanın ürünüdür. Nəysə, yəni qızlar, bu 3 günəş kremindən mən bu aralar istifadə edirəm. Yəni yay ərəfəsində, amma ən çox buna bayıldım. Buna da bayıldım, bunu da bəyəndim. Sadəcə bilmirəm niyə bəzi marketplace-lərdən aldıqlarımı sanki qablaşdırması falan bəzən fərqli gəlir. Yəni sanki bu ürünün piyasada saxtaları falan çoxdur. Ona görə də hər dəfə də şəhərin o bir hissəsinə gedib mən gratisdən falan ala bilmədiyim üçün onlayn rahat sifariş verməyə mənə rahat olduğu üçün muhtemelen növbəti səfər bundan alış-veriş edəcəm. Sizinlə çox maraqlı bir şey söhbət eləmək istəyirəm. Biz dediyim kimi Varım Aura olaraq, yəni bizim genişdir də spektrimiz. Həm də yabancı dil üzərində, məsələn, bir çox marka işbirlikləri edə bilirik. Yəni səsləndirilməsi olsun, çəkim olsun, çəkimlə bərabər səsləndirilməsi olsun, bunu edirik. Rusca, ingiliscə, türkcə səsləndirmələr daxildir. Vanilya hal-hazırda sirkəliyir videonun, bunu mən etmirəm. Bunların üçün əvvəlcə bunu istifadə edirəm, daha sonra bunu istifadə edirəm. Böyle harda qalmışdım. Nəysə biz belə bir marka ilə anlaşma etdik və getdik. Şinyat markasıydı və onlarda çəkim etdik. Rusca səsləndirməli çəkim etdik. Yəni canlı-canlı Rusca danışırdıq. Hekayəsini, belə deyək də, yəni ürün tanıtım ideyasını, hər şey özümüz düşündük, amma oradaca düşündük. Yəni bizə əvvəlcədən əslində heç bir şey, məsələn, planlaşdırılmış şəkildə mətn verilməmişdi və yaxud da deyilməmişdi ki, konsept bu şəkildə olacaq. Random şəkildə orada özümüz hekayə qurduq. Belə deyim də sizə, All in One deyə bir şokolad qutusuydu və orada pankeklər var idi, waffle'lar var idi, nə bilim nə, müxtəlif şirniyyatlar, meyvələr və s. Orada mənim ağlıma gəldi ki, yəni belə bir şey ailə üzvlərimizin hər birinin zövqü fərqli ola bilər və bütün bu zövqləri qarşılamaq üçün tərcih edə biləcəyiniz şirniyyatdır ki, həqiqətən də elədir. Biri proteferol sevə bilər, biri waffle sevə bilər, fərqli-fərqli. Nəysə, belə ailədə fərqli bir şey, senari quraşdırdı, danışdı. Yəni hər birimizə ayrı-ayrı video çəkildi. Və video artıq 2 aydır ki, yəni yayımlanıb, çox
qəşəng izlənməsi də var. Yəni belə, yəni biz də məmnun, onlar da məmnun. Nəysə, bir neçə müddət sonra Bəxtiyar yeni tanış olduğu bir dostu ilə görüşə gedəndə, bəs sənin deyir, eşini gördüm. Səsləndirmə editi də videoda çox yaxşı idi falan filan. Sonra deyir, altda deyir, girdim yorum. Bu arada mən heç özüm onlara baxmamışam da. Yəni çünki mənim o şəxsi səhifəm deyil. Şəxsi səhifəmdə məsələn mənim kütləm hələ yavaş-yavaş artır. Özellikle Instagramda yeni açmışam. Yəni yavaş-yavaş artır və mən artıq hər bir hətta takipçi gəlir ha. Onun bir röntgenləyirəm sözün həqiqi mənasında. Sonra onu məsələn takipdə saxlayıram ya da saxlamıram. Çünki mən istəyirəm ki, niş takipçim olsun. Yəni bilirəm ki, məsələn mənə o takipçilərdən təxmini necə bir yorum gələ bilər, feedback gələ bilər. Nəzakətli bir şey də. Nəysə, bu videonun altında sən deməyə yazıblarmış ki, Türkçe yazıblar özdə. Bəs deyir, yeteri kadar iyi değil mi? Rusçası belə bir şey yazdı da. Yəni Rusçam ona görə mükəmməl deyilmiş. Belə bir yorum yazıb. Hə, bəs Bəxtiyarın dostu deyir ki, gör necə insanlar paxıldı da. Bəxtiyar da qayıt deyir ki, yaxşı olardı ki, bu yorumu heç olmazsa Rusça yazsaydı. Həqiqətən də, baxın, mən bu konseptdə bir Instagramda da video çəkib paylaşdım əslində. Və nə demək istəyirəm? Ana dili Rusça olanlar heç vaxt sizin Rusçanızın, sizin hansısa bir yabancı dilini fərq etməz. Ona sizin dalga geçib əksikliyinizi şey eləməz. Yəni əksinə ona şirin gəlir ki, sən nə yaxşı mənə öz dilimdə danışıb məndən ünsiyyətdə qurursan da, yəni o məcbur olub başqa bir dilə, başqa bir tərcümə şeyinə möhtac olmur, proqramına möhtac olmur. Və bunu həmin insanlar necə dəyərləndirir və kənardan baxan, yəni bu ümumiyyətlə həyatım boyu belə olub, əslində sadəcə dil mövzusunda deyil də. Mənim ümumiyyətlə bu vecimə deyil, sadəcə həqiqətən də demək istəyirəm ki, insanlar hər an yargılanmağa açıqdır və düşünmürlər ki, bu qız birinci qərar verib içerik ürətməyə, ikinci qərar verib Instagram səhifəsində açıq olacaq, üçüncü qərar verib gedəcək reklam çəkilişində iştirak edəcək, dördüncü yabancı dildə danışacaq. Hə, bu yorum onun xətrinə deyəcək. Zaten o bütün o arxa planda baş verə biləcək yargılanmaları insan gözə alır və addım-addım necə deyirlər, açır da özünü cəmiyyətə, nəysə bir şey göstərirsə, nəysə bir şey sunursa. Və bu mənim heç də məsələn, heç bir şəkildə nə həvəsimi, nə şeyimi qaçırmadı da. Amma ola bilər ki, bunu oxuyan hansısa bir insan, bu yorumu oxuyan hansısa bir insan hazırda öyrənmə sürecində və o artıq özünü cəsarət edib cəmiyyətə açmağa utanacaq. Əsla belə bir şey düşünməyin heç vaxt. Sənin hər hansı bir yabancı dili bilməyin sənin artındır. Sən bu dillə doğulmamısan. İstədiyin kimi danışa bilərsən. Hər saç rəngi dəyişəndə fərqli makyaj tipi gəlir də mənə. Fərqli makyaj rəngləri, fərqli makyaj stilləri. İndi toprak tonlarında, biraz daha turuncumsu tonlarda edirəm. Məsələn, saçımın rəngi nə kahverengi deyil, nə turuncu deyil, nə çox küllü deyil. Belə sanki doğal bir kumral oxşuyur. Deməli, hal-hazırda vanilya yatıb, maşdanım yatıb. Görün necə bir hala salıb, parçalayım yəni bu şeyim. Tırmıqlama tahtasını. Qızım yatıb. Biz də sizlə bərabər onun yemək qabını, su qabını yudum. Onları hazırlayacaq, dolduracaq, qoyacaq ki, vanilya oyananda İçsin, yesin balam. Bu arada lookum belə oldu. Qoyun işığı açım, oradan görək. Bu arada lookum belə oldu, makyajım belə oldu. Bir dənə marka videosu çəkəcəm. Shimmer, bədən shimmeri, onu çəkəcəm. Onu yəqin ki, havuz kənarında çəkəcəm. Çünki yay teması olduğu üçün havuz kənarında çəkməyə daha uyğundur. Dedim ki, bu saçları çox bəyəndim. Sanki mən biraz daha da az göstərdi yaşımı, daha qəşəng enerji. Həm də ki, məncə dəyişiklik enerjisi fərqi yoxdur. Yəni, məsələn, əvvəl bu saçım oldu, sonra tünd saça keçsəydim, yenə o dəyişiklik enerjisi insanı əslində yaxşı hiss etdirir. Amma belə də mən bəyəndim, yəni, bilmirəm. Hətta sizə deyim ki, sarıdan daha çox bəyəndim. İndi bu yolduqca daha da açılır, daha kumral bir rəngi olur. Daha belə açıq şabalıt rəngi olur.
Mənim üçün məsələn polyak qızların saç rəngləri belə olur. Adətən belə açıq, kumral, nə Ezgi Fındığın saç rənginə bənzədirəm biraz Bensu Sorayın saç rənginə, amma daha açıldıqca da, yuyulduqca xoşum gəlir, yəni bəyəndim. Və bronz makyajla məncə qəşəng yaraşır. Zaten vücudum bronzdur, sadəcə üzüm ağdır, yəni günəş kremi ilə qoruduğum üçün. Amma nə vaxt ki tam bronz makyaj eləyirəm, konturlama, mən düşünürəm ki bu saçla çox yaraşır. Stendi var. Bura otomatik suyu taxırsan, buradakı yemək qabını qoyursan. Belə bir su qabısı var. Belə bir yemək qabı, bu da su qabının başlığıdır ki, otomatik olaraq su dökülür. Biz vanilya öz içdiyimiz sudan veririk, yəni musluk suyu vermirik. Amma özü bəzən, yəni musluk suyu içir, biz əlimizi yuyanda falan gəlir içir. Amma nə bilim, biz günlük belə veririk. Bilməm, əslində oradan da doldura bilərəm. Yəni sevirsə musluk suyunu oradan da doldura bilərəm. Çox doldurmuram, niyə görə? Çünki bu bir dəfə qab yanına yuyulub ki, ola bilsin ki, denemək istəyirəm ki, sevəcəyimi tamını yoxsa yox. O həssasdır çünki qoxuya qarşı. Vanilyaya da çox belə həssas deyil, çox ağıllı qızdır, uyumlu qızdır. Sadəcə genəldə kedilər həssas olurlar da. Bu da belə bir şeydir. Bunu götürürsünüz, belə qoyursunuz, belə bil ki, buradan dolur hövzə kimi. Həmişə basanda belə patisi ilə də oradan taze su gəlmiş olur. Bunu da tərs çevirib, belə bil ki, bunu tərs çevirib bu hissədən taxırsınız. Birləşmiş qablar qanunu var idi. Biz məsələn belə taxanda o dəqiqə hamısı tökülmür də. Vanilyanın balaca qabının həcminə görə tarazlıq yaranır da, yəni o içdikcə azalır. Gəlin baxın doldu bura. Bilməm görə bilirsiniz yoxsa yox. Bu isə burada qaldı. Nə vaxt vanilya içəcək, aşağı düşəcəklər. Yorumlarda yazılmışdı ki, vanilyanın bakımı ilə ilgili danışarsınız. Vanilya hal-hazırda, vanilya martın 19-u doğulub, bu arada 4 aylıqdır hal-hazırda, gəlir hal-hazırda, vanilya dediyim üçün. Onun ən böyük özəlliklərindən biri, özünü şirbürcü kimi aparması, çünki şirbürcü maması var. Adını çəkərək, ona belə sevcəliyirsən, belə vanilyanın qulağı, vanilyanın burnu, bir başlayan orqanlarını sayıram. Vanilyanın yanağı sayıram da, belə hər şeyini sayıram. Başlayır mır. Öz adını eşidəndə belə şey olur da, belə egosu oxşanır, şey olur, belə forslanır. Hər səfər dururam yüksək səslə. Bayağıdır, çünki özüm tək oluram vanilyayla. Yüksək səslə ona komplimentlər deyirəm. Gözəl qızım deyirəm. Şarı qızım deyirəm. Prensesim, ürəyim deyirəm. Qəşəng sözləri deyirəm. Elə bir yüksək səslə deyəndə sanki frekansı özümə də yaxşı təsir edir. Vanilyadakı forslanır, belə mır eləyir. Getdikcə də mır daha yüksək vibrasiyasının səsi artmağa başlayır. Başa düşürəm ki, xoşu gəlir balamın. Qızdır da. Qızın xoşu gəlmək, bütün qızların xoşu gələr. Düzdür, komplimentdən qızım. Sevgimə qarşılıq olaraq verdiyi, yəni çək suratını. Kimi ona deyib ki, ona məsələn viskas falan, belə bir viskas da almışdım. Sizə göstərim. Bu da aslında junior gedir də. Amma mən sizə indi nələrdən danışacağam. Bu aldığım yüksək proteinli bir, yəni marka önəmli deyil. Veterinərlərdə olan yüksək proteinli, minimum karbolu olan almalısınız. Deməli, mən o əlimdə bir tane veterinərdən aldığımız üçün hətta sonunda işləmir, qutardı. Düşdüm aşağıdan viskas aldım. Hansı ki bu aldım. Vanilyam həm biraz dənələri böyükdü, amma əslində o vaxt dişləri gelişmə dönəmində idi deyə bəlkə şey dişləmək xoşuna gəlirdi. Çünki bizdə dişləmək xoşuna gəlirdi. Amma onu yedi. Bizim insanlarda elə bil necə glikoz yüksəlməsi olur da, belə şəkərin yüksəlir, əhvalın üzəlir. Qızım dellənməyə başladı. Tullandı, ora, bura, belə şəkəri artdı, yaxşı getmedi. Yeməklərinin qoxusu gəldi. Belə gördüm ki, həqiqətən şəkərin etkisi necə güclüymüş də. Sonra artıq həkiminin önərisi ilə keçdik bu proteini yüksək olanlara. Dikkat edin. Bu şəkildə gəlir gördüyünüz kimi. Bizi görmürsünüz siz. Baxın. Baxın. Buyum. Belə yəni, doldurun bunu. Bizim ailə də yesin. Yəni, ağıllıdır qızım. Mən nə qədər qoysam da ancaq özü doyanda
dayanır, yəni heç vaxt şeyləmir. Fazlasını yemir. Bunu da belə qoyuram. Bu şəkildə yerə qoyuram, küncə qoyuram. Baxın, belə qoyuram küncə. Özüm boz rəngdə almışam ki, biraz yerlə də belə həmrəng görünsün. Yeyir. Məsələn, o yemək dənəsi yerə düşsə, ya da ki, mətbəxdə hansısa bir yerə düşsə, onu yemir. Sadəcə bu qabın içərisindən yeyir. Necə bir qızdır. İlk gəldiyi gündən mən ona tualet eğitimini heç bir şəkildə, yəni xüsusi olaraq vermədim də. Sadəcə sizə indi sprey göstərəcəm 2 dənə. Deməli, mən bunu araşdırmışdım. ChatGPT-dən də məsləhətləşmişdim. Sən yoldan almışam, yəni çox rahat əldə edilə bilir. Birinci spreyimiz hansı ki bu tualet eğitimi üçün bu spreydir. Balaca it yavrusu olmasına baxmayaraq, yəni kedilərdə də işə yarar, düzdür. Hər birində işə yaramaya bilər. Amma kaprizni kedilərdə işə yaramaya bilər. Mənim bəbəm tekir gedir əslində. Əslində mən onu gəzməyə çıxaranda qadının biri dedi ki, bu tam tekir deyil, kırmadır. Yəni cins, yəni yabancı cins yox, Türkiyə cins pişiyi ilə tekirin qarşımı kimi belə bir şey dedim. Amma mən tam bilmirəm də, yəni amma genel olaraq tekir gedir. Üçbucaq qulaqları var deyənə. O spreydən, mən bu spreydən istifadə edərək, mən bunu vurdum onun. Yəni niyə görə deyirəm tekir? Tekirlər biraz daha kaprizli olmurlar. Sənin yatımlı olurlar, adaptiv olurlar. Sənə uyumlu olurlar. Bax getdi ora. Nəysə axtarırdı orada. Ay sən niyə qoydun axı yeməyi qabığa? Viskas istəyir, çünki şəkər qoxusu gördü onu orada bax viskası. Gedib onu, amma çox bilməz, ağzımı bağlamışam. Bunu sıxdım qumuna, spreyini. Bundan azot qoxusu var da, yəni zaten bilirik ki, idrarda da azot qoxusu var deyə, o qoxuya gedir o. Elə bilir ki, özünün idrarının qoxusudur, gedir ora. Bir dəfə etdim sadəcə. Sadəcə güclü azotdur deyə, bizim özümüzə də pis təsir edir deyə çox istifadə eləmədim. Elə özü də tapdı, getdi. Yəni rahat tapdı. İkinci bir dənə mən sizə sprey göstərim. Bu da eğitimdə yaxşıdır. Bu olmaz spreyidir. Lavandal. Nə deməkdir? Məsələn, pərdəyə, divana. Yəni mənim üçün divana çıxması falan sorun deyil. Pərdəm də elədi ki, əvvəl bilmirdim də, təbii ki, əvvəl qorumağa çalışdım. Pərdəmdə də çizgilər var zaten. O oradan dırnağını nəsə eləyəndə çizgi qalmış kimi görünmür. Zaten pərdəm özü çizgili bir pərdə quruluşdur. Sadəcə əlimlə belə dartıram, aralayıram, gedir. Amma sırf məsələn birdən coşur, harasa tullanır, şkafa falan. Həminlə kontrol etmək istəyirsinizsə, bu lavanda spreyi çox yaxşıdır. Ümumiyyətlə pişiklərin limon, portağal, lavanda qoxusuna həssaslığı var. Amma mən çalışdım ki, bu spreyi istifadə edəndə özümün parfümlərimdə az istifadə etdiyim bir qoxu seçim. Yəni lavanda mən parfüm olaraq demək olar ki, istifadə etmirəm. Çiçəklərdən sadəcə gül və nərgiz sevirəm qoxu olaraq parfümlərimdə və mən istəyirəm ki, o vanilya mənim parfümlərimə qarşı həssas olmasın, yəni adaptiv olsun da. Çünki mən çox parfüm istifadə edirəm və hətta artıq vanilya o qədər qucaqlayıram ki, onun da parfüm qoxusu gəlir də. Yəni o onu narahat etməsin, allerjik reaksiyon kimi olmasın deyə lavandanı seçdim. Qızım, o sənə olmaz. Amma sənə qoyub sən yeməyi.